Salam, bugün çox maraqlı bir yanaşmanı müzakirə edəcəyik. Uğurlu trader olmaq üçün niyə, belə deyək, bir kazino kimi düşünməli və hərəkət etməlisiniz? Hə, salam. Bu ilk baxışda qəribə görünsə də, əslində çox dərin məntiqi var. Əlimizdə bir YouTube videosunun transkripti var və orada tradinglə kazino biznesi arasında doğrudan da diqqət çəkən paralellər çəkilir. Bəli, məqsədimiz də odur ki, bu analogiyanı anlayaq və görək, uzunmüddətli perspektivdə qazanclı olmaq üçün hansı prinsiplər bizim işimizə yaraya bilər. Gəlin başlayaq. Əsas sual nədir? Kazinolar necə həmişə qazanır və bir trader bundan nə öyrənə bilər? Deməli, cavab iki əsas komponentdədir. Birincisi, statistik üstünlük, yəni edge. İkincisi də çox sərt risk idarə etməsi. Gəlin kazino nümunəsinə baxaq. Məsələn, ruletka. Ruletka çox yaxşı nümunədir. İnsanlar çox vaxt elə bilir ki, qırmızıya ya qaraya qoyanda şans 50-50-dir. Amma elə deyil. Düzdür, yaşıl xanalar var axı. 0, Amerikada isə hətta 2-0. Bəli, məsələn, Amerika ruletkasında 38 xana var. 18 qırmızı, 18 qara, amma 2 dənə də yaşıl, 0 və 0-0. Bu o deməkdir ki, qırmızıya və ya qaraya qoyanda qazanma ehtimalınız təxminən 47,4% olur, 50% yox. Yəni o kiçik fərq təxminən 2,6% kazinonun üstünlüyüdür. Dəqiq elə. Bu onların edge-dir. Hər oyunda kiçikdir, amma minlərlə, milyonlarla oyunda. Bu, böyük və davamlı qazanc deməkdir. Və bir də nə var? Risklərin idarə edilməsi. Bəli, hər masada maksimum mərc limiti var. Kazino heç vaxt bir oyunçunun bir dəfəyə onu müflis edəcək qədər böyük mərc qoymasına icazə vermir. Yəni, itkilərini limitləyir. Aydındır. Kazinonun sirri, kiçik amma davamlı riyazi üstünlük və itkiləri məhdudlaşdıran qaydalar. Yaxşı, bəs bunu tradingə necə tətbiq edək? Orada axı belə dəqiq riyaziyyat yoxdur. Çox doğru vurğuluyursunuz. Tradingdə sabit, zəmanətli bir edge tapmaq çətindir. Amma mümkünsüz deyil. Sizin də bir üstünlüyünüz olmalıdır. Yəni, bu nə deməkdir tradingdə? Bu o deməkdir ki, sizin elə bir metodunuz, strategiyanız olmalıdır ki, müəyyən şərtlər daxilində sizə 50%-dən biraz da olsa yüksək qazanma ehtimalı versin. Yəni, hansısa əməliyyatların qalxma, hansıların düşmə ehtimalının daha yüksək olduğunu müəyyən edə bilməlisiniz. Və bu strategiyanı necə tapmaq olar? Və ya əmin olmaq ki, bu həqiqətən işləyir, təsadüfi deyil. Bax, burada ikinci vacib məqam gəlir. Test etmək, yəni backtesting. Strategiyanızı götürüb keçmiş məlumatlar üzərində yoxlamalısınız. Görməlisiniz ki, keçmişdə bu strategiya nəticə veribmi? Hansı şərtlərdə işləyib, hansılarda yox? Yəni kör-körana girməmək lazımdır, yoxlamaq lazımdır. Mütləq, təsadüfi fərziyyələrə güvənmək olmaz. Bu, sizin kazino kimi riyazi əsasınız olmalıdır, belə deyək. Yaxşı, üstünlüyü tapdıq və test etdik. Bəs ikinci prinsip, risklərin idarə edilməsi. Kazino kimi limitlər qoymaq. Bu, tradingdə necə olur? Bu, bəlkə də ən vacib hissədir. Çünki ən yaxşı strategiya belə, pis risk idarə etməsi ilə sizi batıra bilər. Əsas qayda budur. Heç vaxt bir əməliyyatda böyük riskə getməyin. Nə qədərdir bu böyük olmayan risk? Mənbədə nə deyilir? Ümumi qəbul olunmuş qayda adətən bir əməliyyatda ümumi hesabınızın, kapitalınızın 1% və ya maksimum 2%-dən çoxunu riskə atmamaqdır. Məsələn, $10.000 hesabınız varsa, onda bir əməliyyatda ən çoxu $100-200 itirməyi gözə almalısınız. Bəli, tamamilə doğru. Və ən əsası bu faizi, bu məbləği sabit saxlamaqdır. Yəni, bir dəfə $100, o biri dəfə $500, sonra $50 riskə atmaq olmaz. Bu bütün nizam-intizamı pozur. Kazino kimi, həmişə eyni qayda ilə. İtkiləri kiçik və idarə olunan saxlamaq. Dəqiq, elə. İtkilər olacaq, bu qaçılmazdır. Amma məqsəd odur ki, itkilər kiçik olsun, qazancınız isə potensial olaraq daha böyük. Və kiçik itkilər sizi sıradan çıxarmasın. Bu məntiq birbaşa üçüncü məsələyə gətirir bizi. Emosiyalar. Mənbədə də deyilir ki, bizim insan təbiətimiz qorxu, hərislik, səbirsizlik, bütün bu gözəl planları alt-üst edə bilir. Bəli. Emosiyalar traderin ən böyük düşmənidir həqiqətən. Qorxu. Məsələn, qiymət zərərinizə gedir, stop-loss nöqtənizə çatır. Qorxu deyir ki, gözlə, bəlkə qaydar və siz stop-lossu ləğv edirsiniz və daha böyük zərərə gedirsiniz. Və ya hərislik.
Qazanc hədəfinə çatmısınız, amma biraz da gözləyim, daha çox qazanım deyib mövqeyə bağlamırsınız. Sonra bazar dönür və qazancınız əriyir. Elədim. Və ya səbirsizlik. Strategiya bir neçə dəfə ardıcıl işləməyəndə dərhal ondan imtina edib başqa bir şey axtarmağa başlayırsınız. Halbuki heç bir strategiya həmişə qazandırmır. Amma kazinoda emosiya yoxdur. Onlar qaydalara əməl edirlər. Hətta uduzma seriyaları olsa belə. Çünki bilirlər ki, uzun müddətli perspektivdə o kiçik edge öz işini görəcək. Bəli, məhz budur. Onlar prosesə güvənirlər, nəticəyə yox. Hər bir fərdi oyunun nəticəsi təsadüfi ola bilər, amma minlərlə oyunun yekunu onların xeyrinədir. Trader da öz test edilmiş strategiyasına və risk planına belə güvənməlidir. Deməli, yekunlaşdırsaq, uğurlu trading üçün bir kazino kimi düşünmək nə deməkdir? 1. Öz statistik üstünlüyünü, yəni edge-ni tapmaq və ona inanmaq. 2. Hər bir əməliyyatda riski dəmir intizamla idarə etmək, itkiləri kiçik saxlamaq. Və 3. Ən çətini bəlkə də, emosiyaları, qorxunu, hərisliyi, səbirsizliyi kənarda saxlamaq və plana sadiq qalmaq. Tamamilə doğrudur. Bu üç element, üstünlük, risk idarə etməsi və emosional intizam bir yerdə olanda, siz artıq şansa güvənən qumarbaz yox, uzun müddətli perspektiv olan bir trader kimi fəaliyyət göstərirsiniz. Və sonda dinləyicilərimiz üçün üzərində düşünməyə bir fikir. Sadəcə hər hansı bir üstünlüyün olduğunu bilmək başqadır, amma sizin şəxsi trading stilinizə, psixologiyanıza və konkret bazar vəziyyətinə uyğun spesifik üstünlüyünüzü tapmaq və onu zamanla təkmilləşdirmək tamamilə başqa bir prosesdir. Bu fərdi yanaşma sizin uğurunuza necə təsir edə bilər, bu barədə düşünməyə dəyər.